Salam, xoş gördük hər birinizi. Bu həftənin seçilən sualı çağrışılan yekun tibbi müayinəsi necə həyata keçirilir olub? Cavabı təqdim edirik. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi çağrışıcının yekun tibbi müayinəsini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti tərəfindən müvafiq elektron sistemə ötürülmüş tibbi müayinə nəticələri və çağrışıcının əyani tibbi müayinəsi əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş hərbi həkim ekspertizası haqqında əsasnamənin meyarlarına uyğun olaraq həyata keçirir. Həmçinin çağrışıcıların yekun tibbi müayinədə iştirakı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti tərəfindən təmin edilir. Yekun tibbi müayinə 10 gün müddətinə aparılır. Əlavə araşdırma tələb olunduğu hallarda bu müddət agentlik tərəfindən 10 günədək uzadıla bilər.